Sumqayıt Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Amil Babayevin cinayət işi üzrə araşdırmanın detalları məlum olub. Məlumata görə məhkəmə istintaqı zamanı ittiham aktı elan olunub. İstintaq materiallarına görə o ötən ilin avqustun 25-də Sumqayıtın 76-cı məhəlləsində yerləşən mağazaya daxil olaraq satıcıları hədələyib. O sağ əlini cibində saxlayaraq güya silahlı olduğunu göstərib. Təqsirləndirilən şəxs kassadakı pulların, həmçinin müxtəlif elektron platformalar vasitəsilə hesablarına vəsait köçürülməsini tələb edib. Zərər çəkmiş şəxslər kassadan ümumilikdə 627 manatı müxtəlif onlayn hesablara köçürüblər. Əlavə olaraq 100 manat nağd pul veriblər. Beləliklə ümumilikdə 727 manat ələ keçirilib. Əməl Cinayət Məcəlləsinin 181.1-ci quldurluq maddəsi ilə tövsif olunub. Məhkəmədə Amil Babayev özünü qismən təqsirli bilib. O bildirib ki, ailəsinin maddi sıxıntıları, azyaşlı övladının ehtiyacları və borclar səbəbindən çıxılmaz vəziyyətdə qalıb. Yaxınlarından borc ala bilmədiyini, sipili işi qəbul etdikdən sonra emosional vəziyyətdə bu addım atdığını deyib. Təqsirləndirilən şəxs mağaza işçilərinə xəsarət yetirmək niyyətinin olmadığını, həyat yoldaşının adına götürülmüş kreditləri qismən ödəyib və uşağının ehtiyaclarına pul göndərdiyini bildirib. O hadisədən sonra peşman olduğunu qeyd edib. İş materiallarına əsasən Amil Babayev əvvəllər məhkum olunmayıb, ailəlidir, azyaşlı övladı var və dönərçi kimi çalışıb.